Əziz dostlar, bu günlər sizinlə Java'da bir neçə dərsə JDBC mövzusunu öyrənməyə çalışacağıq. Biz MySQL bazası üzərində işləyəcəyimizə görə MySQL necə yüklənir onu göstərməm olacaq. MySQL yazdıqda Google'da sizdə gələn bu sayta girirsiniz. Download MySQL Community Server. Buradan aşağıdan zip arxiv var və onu yükləyirsiniz. Yükləyəndən sonra veya burada MCI faylı var. Bu setup faylıdır. Onunla da yükləyə bilərsiniz. Bu web üzərindən yükləyəcək. Bu isə hazır tam versiyadır, fulldur və onu yükləyə bilərsiniz. İndi isə yükləndikdən sonra install adi qaydada baş verəcək. Adi qaydada yükləyəndən sonra sizə Workbench, MySQL Workbench proqramı da yüklənəcək. O həmin proqramın içinə daxil oluruq. Install edərkən sizdən username default olaraq root verəcək. Password isə istədiyiniz passwordu yazacaqsınız, amma passwordu unutmayın, çünki lazım olacaq. Budur, Workbench açılır. Workbench açıldıqda sizdə burada bir connection olacaq. Üstünə 2 dəfə vurduqda sizdən parol istəyəcək. Install edərkən qoyduğunuz parolu və yazıb oka vurduqda bizim Workbench'də bazalar olan hissə açılacaq. Buradan yeni bir baza yaradaq. Bazamızın adı JDBC olsun. İndi isə apply edirik və yeni apply finish. Gördüyünüz kimi bazamız bura düşdü. Üstünə sağ düyməni basıb set as default edirik. İndi isə burada table'lar var. Biz table'ları buradan yox, NetBeans'in özündən yaradacaq. Buranı bağlaya bilərik. Gəlirik NetBeans'imizə. NetBeans'də servis bölməsində database var. Buradan drivers var. Drivers'də MySQL'in ən son jarı, yəni connector jarı 5.0.8'dir. Onun linkini videodan aşağıda kommentlərdə qoyacağım. Buradan new driver deyirsiniz və add eləyib konnektorunuzu, jarınızı hara atırsınızsa oradan götürəcəksiniz. Məndə Java jar qasında MySQL Connector 5.0.8 sonuncu versiya var və buradan istədiyiniz adı verə bilərsiniz. 5.0.8 yazıram. Bura düşdü driver. İndi isə database üzərindən register MySQL server deyirsiniz və hər şey avtomatik gəlir. Ola bilsin sizdə ilk dəfə deyə parol gəlməsin. Parol olduğu kimi yazırsınız. Digər şeyləri toxunmursunuz və ok düyməsini basdıqda gördüyünüz kimi MySQL yarandı artıq. İndi isə database new connection. Buradan gəlirsiniz MySQL 5.0.8'e və next deyirsiniz. Buradan database'imizin adı nə yazmışdıq? JDBC və passwordumuz nədirsə onu yazırıq. Test connection edirik və connection successful next edib finish alırıq. Gördüyünüz kimi artıq bazamız buradadır.
JDBC default olarak seçilib. Tables ise boşdur. Table'ın üzerinde sağ düyməni basıb execute command eləyib yeni bir table yaradaq. Misal üçün employee table yaradaq. Create table employee mötərizələrimizi açırıq və ilk bizdə nə olmalıdır? ID olmalıdır. ID init not null, yəni boş buraxıla bilməz bu hissə. Primary key olmalıdır və istəyirsinizsə özü avtomatik artsın. Bunun üçün auto increment eləmək lazımdır. Auto increment və vergülümüzü qoyub digər kolumlarımızı, sütunlarımızı adlarını yazırıq. Misal üçün ad, soyad yazaq. Name string tipi varchardır. Mötərizədə neçə simvol yazılmağını seçirsiniz. 50 simvol qoyuram. Hər halda 50 simvol keçməz. Surname varchar, bu da 50 qoyuram. Alıram. Yaşı olsun, age olsun, init. Sonra aldığı maaş olsun, salary double və nə olsun, gender olsun, cinsiyyəti. Bu da varchar qoyuram, ancaq bir simvol götürsün. Çünki ya female olsun, ya male olsun. Və sağ düyməni basıb run statement dediyimizdə gördüyünüz kimi successful oldu. İndi isə servisə gəlib burada table'ımızı görürük. View data eləyək. Table'ımız hal-hazırda boşdur. İndi özümüz bir dəyişən əlavə edək. Bunun üçün ID öz-özünə artdığına görə toxunmuruq. Surname, salary 0, gender isə male. Və OK düyməsinə bastığımızda cədvəlimizdə hazır olur. Bugün MySQL və orada table yaratmağı öyrəndik. Növbəti dərsdə isə NetBeans'də artıq bazadan məlumatları götürməyi öyrənəcək. Yeni videonu hələlik saxlayıram. Növbəti videoda görüşərik.